Hə, indiki mövzuda isə tanrısız bir kainatda mı deyim, dünyada, ya da bir həyatda yaşamanın nə anlamı var? Əgər tanrı yoxdursa nə anlamı var yaşamağın? O düyməni sıxmanın, yaşama düyməsini. Əslində iş başdan mənasız görsənir həqiqətən. Yəni siz deyək ki 20 yaşına qədər bir dini çərçivədə böyüdülürsüz. Siz öz dininizi, öz inancınızı özünüz seçmisiniz. Yəni Azərbaycanda anadan olsan, sən anadan olandan dinin İslam, peyğəmbərin Məhəmməd, Tanrın Allah, bunlar əslində insana empoze edilir ta körpəlik vaxtlarından. Və bunlar insan üçün həqiqət olur. Yəni bunları sorğulamağa gərək yoxdur. Yəni həm də burada bir sürü psixologiyası var ki, mənim nənəm də, babam da bu qədər Azərbaycan əhalisi 80%, 90% bu qədər inanırsa, demək bunlar səfeh deyirlər ki, bunlar avam deyirlər ki. Yəni bu qədər bir insan inanırsa, deməli ortada bir həqiqət var. Ortada bir şey var, bir faydalı bir şey var. Bu da təbii seleksiyada bu əslində bu uğurlu bir faydalı bir şeydir. Yəni bir fərq yoxdur ideologiyanın mənsub olduğu kimlik. Din olsun, kapitalizm olsun, marksizm olsun, leninizm olsun, fərqi yoxdur. Bu ideologiya uğurludursa, ziyanı yoxdursa, gələcək nəsillər də o informasiya olaraq uğurlu, faydalı şey kimi ötürülür. Gələcək nəsillər də onu yeni yetirir. Və gələcək nəsillər də baxır ki, bu boyda cəmaət edirsə, deməli burada uğurlu bir şey var, faydalı bir şey var. Yəni 20 yaşına qədər deyərik ki, böyüdüldünüz bu dindən. Bu sizin həqiqəti olur. Yəni kimsə sizdən sorsan, sən yaşamaq məqsədin nədir? Allah yaradıbdı, yaşayırıq. Yəni başqa nə olsun? Allah yaradıbdı, yaşayırıq. Başqa yəni nə məqsəd olmalıdır ki? Yəni bunu siz deyə böyüdülüz 20 yaşına qədər. Yəni böyüdülürük. Daha sonra isə yəni bu o qədər ifraz empoze edilir ki bizə bu. Yəni 20 il az deyil, 15 il, hətta olsun 16 il olsun. Bu bir həqiqət kimi bizə əslində sima eləyir. Yansıyır bizə. Və onlar da şübhəyə düşərik, onlar da başqa bir ideologiyalara baxarıq. Ateizmə, naturalizmə. Ya Tanrının tərk edəcəyi, dini tərk edəcəyi başqa bir ideologiya olsun. O an o ideologiya keçəndə, biraz maraqlananda, biraz şübhəyə düşəndə, artıq insanda o 20 ildə o mürəkkəbləşmiş, o 20 ildə, neçə ildirsə, yəni illərlə mürəkkəbləşmiş, oturmuş o inanc dağılır və insanın sistemi içəridə panikaya düşür. Nə oldu bu belə, burada bu qədər idi bu ideologiya, 10 ildir, 15 ildir, 20 ildir, birdən-birə nə oldu belə, nəsə bura başqa bir şey daxil olmağa çalışır. İnsan panikaya düşür. Bu panikada isə başqa bir ideologiya keçənə qədərdir. Məsəl üçün panikaya düşürsən, sonra ateizmə keçirsən. Yəni bir başqa bir ideologiya mənimsəməyənə qədər sənin üçün həyat mənasız gəlir. Yaşamaq mənasız gəlir. Tanrı yoxdursa niyə mən yaşayıram? Çünki o sistemin içəridə sən əslində panika çalarlardı. Panik eləyir. Çünki başqa bir ideologiya lazımdır. O içəridəki o ideologiya boşluğunu başqa bir ideologiya ilə doldurmalısan. Onu doldurmayana qədər insan həqiqətən bir mənəvi böhran yaşayır. Tanrı yoxdursa o zaman yaşamanın nə mənası var? Yəni sən az öncə deyirdin ki, mən Tanrı məni yaradıbdı deyə yaşayıram. İndi də əslində eyni əslində meyardır. Belə çox dəyişən bir şey yoxdur. Yaranmışam deyə yaşayıram.
Belə də deyə bilərsən. Biri kimsə səni yaradır, yəni nəysə, yəni bir tanrı. Bir də sən yaranmısan üçün yaşayırsan artıq. Yəni zaten bir çıxış qapısı yoxdur burada. Yəni başqa bir çıxış qapısı da yoxdur. Bura bir meydançadır. Meydançanın qapısı biz dünyaya gələndə açılır bir dəfə. Ölənə qədər artıq o qapı möhürlənir, bağlanır. Çıxış yoxdur. Yaşamana görə yaşamaq lazımdır. O zaman nə mənası var? Tamam, yaşayaq, o zaman yaşamanın nə mənası var deyə soruşsanız. Belə fikirləşə bilərsən ki, dünyaya bir dəfə gəlirik. Bu da var əslində. Yəni bu öləndən sonra artıq bir həyat yoxdur. Bu elmi bir hipotezdir əslində. Yəni insan şüuru artıq, o neyronlar, o elektrik insan şüurunda artıq tamamilə artıq özünü itirsə, artıq şüur bərpa olunmadığı üçün şüur əgər yoxdursa, əslində ölüm baş verir. Yəni ki, necə ki, bir insan komada qalır bir həftə. Bir həftə komada qalır. Ayılır, şüur neyronları söndüyü üçün, amma tamamən ölmədiyi üçün orada. O bir həftə sanki ona bir saniyə kimi gəlir. Qəza anını xatırlayıb, bir də oyandı. Belə elədi, oyandı. Yəni o başqa şeyi xatırlamır, amma bir həftə keçsə halbuki aradan, amma onu bir saniyə kimi gəldi. Qəzanı keçirdi və oyandı. Ölüm də elə bir şeydir ki, buna bənzəyir tamamilə, amma burada oyanmaq yoxdur. Göz yumuldu mu artıq nə 1 saniyə keçir, nə 0.1 saniyə keçir, heç bir şey. Trilyon il keçsin, heç fərqinə belə varmısınız işini. Amma bayaq burada bir həftə keçmişdik koma halında. Amma 1 saniyə oyandı o sanki orada. O bir həftənin ağırlığını hiss eləmədi. Halbuki onun ailəsi o bir həftənin ağırlığını 1 il kimi hiss eləyirdilər. Ağlayırdılar, ağlaşırdılar, dualar edirdilər onun sağalması üçün. Amma o heç birini hiss eləmədi. Nəysə. Yəni nə mənası var deyir? Bir tək həyatım var. Əgər belə bir kontekstdən yaxınlaşsan, inansan ki, yəni mən də bilmirəm dəqiq ölümdən sonra nə var. Yəni cənnət, cəhənnəm anlayışına inanmadığım məlumdur. Yəni özümə. Bəlkə reinkarnasiya var, deyə bilmərəm. Yenidən dünyaya deyil, məsələn, başqa bir galaktikada, başqa kainatın bu qədər iriliyi, bu qədər sonsuz, bu qədər böyük, həddi hüduda malik. Bəlkə bu kainat bu qədər iriliyi buna görədir. Başqa bir galaktikada, başqa bir canlı olaraq, ağlını alamadığı başqa bir canlı olaraq reinkarnasiya olunacaqsan. İlla gəlib burada bir insan kimi, heyvan kimi dünyada reinkarnasiya olmağa gərək yoxdur, başqa yerdədir. Ya reinkarnasiyadır, ya əbədi ölümdür artıq, ya da heç ağlımızın almadığı başqa bir şeydir. Ya transformasiyadır. Bəlkə də sən bir maddə olaraq, enerjin olaraq kainatda əslində süzüləcəksən. Sən var olacaqsan. Sənin informasiyan kainatda qalır, maddən kainatda qalır, torpağa qarışır, enerjin torpağa qarışır, torpağa qarışandan sənin sayəndə bitkilər yetişir, sənin sayəndə başqa növ canlılıq sənin sayəndə qədəm qoyur. Və sənin informasiyan kainatda qalır. Sən var olsan ancaq şuuru olaraq var olmuşsan. Başqa bir transformasiya olsan, başqa bir şeyə, bilmirəm. Elə bir yaşamış. Ancaq belə qəbul edək ki, bir həyatım var. Və öldüm və bu bitdi, sondur. Bunun üçün belə bəlkə yaşamağa dəyər. Bəlkə bunun üçün belə bir insan yaşamağına dəyər. Nə cənnət, nə cəhənnəm var. Bir həyat var. Bunu da itirsən vəssalam. Tanrısız yaşamanın nə mənası var? Həqiqətən insanın ən iki əsas fundamental, o şuur qazandıqdan sonra, özlərini dərk edəndən sonra ən iki əsas fundamental soruşduqları, axtardıqları, sivilizasiyalardan bəri axtardıqları iki şey var. Hələ neandertallara qədər gedir.
Mən necə buradayam və mən öləndən sonra mənə nə olacaq? İndi öləndən sonra əgər heç nə olmayacaqsa, bu həyatın tək olması dəyərli eləyə bilər bəlkə. İnsan həqiqətən boşluğa düşür. Yəni ki, nə üçün yaşadığını əslində bilmək istəyir. Yəni nə üçün mən niyə buradayam sualını insan Tanrını qoyduğu üçün əslində bu mənəvi böhrandan qaçırdı həmişə. Mən niyə buradayam? Tanrı. Ölümdən sonra nə var? Tanrı. Amma Tanrını insan aradan qaldıran zaman həqiqətən mənəvi bir boşluğa düşə bilər. Mən niyə buradayam? Valla bilmirəm. Yəni elm belə deyir, elmi tədqiqatlar var, empirik tədqiqatlar var, Big Bang, kainatın yaradılışı, əslində heç bir mənə ehtiva eləmirik kainata, kainatın xəbəri yoxdur bizim yaranmamızdan. Mən niyə buradayam? Səssizlik. Yaxşı, ölümdən sonra nə var? Səssizlik. Bu insanın çox mənəvi bir böhran yaradır. Həqiqətən. Mən inanmıram. Tanrının yoxluğunda həyat mənasız ola bilər. Bəlkə mənasızdır. Bəlkə deyil. Yəni o insanın öz daxili perspektivindən asılıdır. İnsanın ancaq insan həqiqətən özünün acizliyini hiss eləyir bir nöqtədə. Yəni kainatın bu qədər böyüklüyü nəticəsində və kainatın onun suallarına cavabsızlığı, yəni insan sual verir, kainat cavabsız qalır. İnsan nə qədər öz acizliyini hiss edir. Yəni həyatım ən azından mənalı demirəm. Mən perspektivimdən. Bəlkə mənaları var, başqa mənaçaları var, ancaq məncə insan əgər bu rəddədə ki, artıq sən şübhəyə düşübsən, Tanrını və dini tərk eləyirsən, insan başqa bir ideologiya mənimsəməlidir dərhal. Başqa bir ideologiya, fərqi yoxdur. Ya fəlsəfə olar, ya ədəbiyyat olar, ya musiqi olar, ya ateizm olar, dinlər olar, tarix olar. İnsan mənimsəməlidir və mənasını demirəm, ancaq həyatını bu nöqtədə maraqlı etməlidir. Çünki boşluq insana həqiqətən əziyyət verir. Yəni bu doğrultuda bu boşluq insana əziyyət verir. Yəni ki, mən nə üçün yaranmışam bilmirəm, artıq Tanrı da yoxdur, mən nə edəcəm? Bu insana əziyyət verir. Ondan sonra məsəl üçün olar, Tanrı yoxdur, olar, mən niyə yarandığımı da bilmirəm, mən niyə buradayam da bilmirəm, öləndən sonra da nə var da bilmirəm. Ancaq mən musiqini sevirəm, musiqini ifa edəcəm. Bu mənim həvəsimdir, bunu ifa edəcəm. Mən fəlsəfəni sevirəm, fəlsəfə ilə məşğul olacam, filosof olacam. Mən elmi sevirəm, elmi tədqiqatlar aparacam özümdə. Tarix sevirəm, tarixçi olacam. İnsan məhsuldar olmalıdır. İnsan məhsuldar olmağa məcburdur. Əks təqdirdə mənəvi böhrandan qaça bilməz. Təbiət onu qamçılayar. Bəlkə əzab verər. İnsan məhsuldar olmalıdır və məhsuldarlığını istehsalata çevirməlidir. Məsələn, musiqi dinləyirsinizsə xoşdur, qəşəngdir. Bu sizin məhsuldarlığınızdır. Artıq siz onu musiqini yığıcılıqla məşğul olsunuz. Musiqilər əzbərləyirsiniz. Müəyyən bir yer öz-özünüzə söyləyirsiniz. Və onu istehsalata çevirməniz lazımdır. Ya özünüzün müğənni olmanız lazımdır, ya özünüz YouTube-a o mahnını ifa eləməlisiniz. Yəni həvəsiniz doğrultunuzda olmalıdır bu. Yoxsa əks təqdirdə bu tanrısız bu dünyada həqiqətən həyat əzablı olar, işgəncəli olar.
yəni insanın bir yanacağa ehtiyacı var. Qabaq məsəl üçün yanacağınız ola bilərdi ki, Tanrı üçün yaşayım, Tanrı üçün bu qədər mən əzab əziyyətə dözməliyəm. Özümü öldürməməliyəm, intihar eləməməliyəm. Tanrı üçün eləməliyəm bunlar. Tanrı məni yaradıb, deməli bir birliyi var. Onun üçün. Bu sizin yanacağınız idi. İndi isə başqa bir yanacaq tapmalısınız. Əgər belə bir durumda başqa alternativ dərhal tapmalısınız həyatınızda. Alternativsiz yaşamaq olmaz həyatda. Bu çox əzabdır, işgəncədir. Başqa yanacaq tapmalısınız. Yəni bayaq Tanrı üçün yaşayırsınız. İndi deməlisiniz ki, mən indi artıq musiqi üçün yaşayıram. Artıq sevdiyim bir, həvəsli olduğum bir iş üçün yaşayıram. Artıq bunun üçün yaşayıram, onun üçün yaşayıram deyə bilməlisiniz. Məna da axtarmayın. Deməyin ki, bu məna da axtarmayın. Bunu eləməyin nə mənası var, mənası yoxdur. Məna da maraqlı gəlirsə eləyin. Maraqlı gəlirsə eləyin. Yəni mənim üçün məsələn fəlsəfənin bir mənası yoxdur mənim üçün. Amma mən özümü məsəl üçün kainat düzəyində, yəni onun bir anlamı yoxdur. Mənim üçün anlamı yoxdur, yəni. Anlam zaten axtarmıram burada. Maraqlıdır və başımı qatıram bundan. Və o mənəvi böhrandan məni uzaqlaşdır, mənə bəs edir. Yəni mən də şəxsən məsəl üçün bir Tanrının olduğuna inanmıram. İşte Tanrı varsa mənim ağlımın yəni düşünə bilmədiyim, təxəyyül eləyə bilmədiyim belə bir şeydir. Əgər Tanrı varsa. Deist bir çərçivədədir bəlkə, ya da Spinozanın tanrısı kimi. Panteizm bəlkə, Tanrı ilə kainatdır. Yəni Tanrı ilə bir canlı olmasına ehtiyac yoxdur. Yəni o bizim kimi düşünür, bir personası var, dua açırıq, bizə kömək edir. Bunlar yəni insanla niyə uğraşsın bu qədər iri bir kainatda? Onda bu qədər iri bir kainatın nə gərəyi var ki? O canlılarla niyə uğraşsın ki? Ya da heç Tanrı, yəni yenə deyirəm, mən inanıram, biz dünyanı şuurumuzun dərk edəcəyi qədər dərk edirik, görürük. Məsəl üçün, mən bu paltar, bu qırmızı rəng, bəlkə bu mənim şuurumun, bu paltar, baxıram, göz şuura, beyinə informasiyanı ötürür və bu informasiyanın nəticəsində mən bunu qırmızı görürəm, bu rəngi məsələn. Amma bu şuurumda boyamalı olunur bu informasiyalar beynimdə. Bəlkə bu qırmızı rəng deyil, həqiqətən rəngsizdir bu paltar. Tanrını da elə əslində mən belə cəhətdən fikirləşirəm ki, əgər bir Tanrı varsa, bir şey varsa, ilə bir canlı olmasına ehtiyac yoxdur. Yəni bir qüvvə deyim, bir şey deyim, onu biz dərk edə bilmərik. Ancaq bu hal-hazırda inanmıram Tanrının olduğuna. Yəni bir çarəsizcə bura atılmışıq kainata, hamımız yaşayırıq. Çıxış qapısı yoxdur. Bu stadyumda çıxış qapısı mən zaten axtarmıram. Bilirəm ki, yoxdur. Kainat bir stadyumdur bura. Dünyamız bir stadyumdur. Bura çıxış qapısı axtarmıram mən. Bilirəm ki, yoxdur. Möhürlənibdir. Nə qədər belə darsam açılmıyor. Mənim axtardığım şey isə o stadyumda maraqlı şeylərdir. Yəni mən bu 70 illik, 80 illik bir ömrüm var. Ona qədər mən yaşamalıyam, dözməliyəm. Ondan sonra artıq canımı tapşırmalıyam. Ona qədər həyatı daha çəkiləsi edilən şeylər axtarıram mən. Daha çəkiləsi, daha maraqlı edəcək. Yəni özümü easy moda almaq istəyirəm. Kim həyatı hardcore modda yaşamaq istəyir ki, yəni çətin. Mən əksinə daha da aşağı həyatı bu daha da asanlaşdırmaq istəyirəm həyatımı, daha da rahatlaşdırmaq istəyirəm. Belə deyək. Yəni zaten bura məhkum olmuşam. Ən azından bu məhkumiyyətimi biraz daha çəkiləsi eləmək. Yəni siz də belə düşünə bilərsiniz. İlla bir məna axtarmağa gərək yoxdur məncə. Tanrı olmasa məna olmaz. Zaten Tanrıya da Tanrı üçün inanmırıq ki. Tanrıdan gələn faydalar üçün inanırıq. Ona görə Tanrılara da persona inşa eləmişik. Elə deyilmi? Yəni Spinozanın tanrısını bu dəqiqə kim umursuyur ki? Çünki Spinozanın tanrısı heç bizə cavab vermir, bizdən maraqlanmır, bizdən gilə eləmir. Amma o da tanrıdır. Ancaq biz niyə
özümüzün inşa elədiyi, özümüzün persona yüklədiyi tanrılara, o tanrılar ki, dua əlimizi açırıq, cavab verir. Müharibəyə gedirik, Allah Allah, bizə müharibədə düşmənlərimizi məhv eləyir, zəlil eləyir bizim qabağımızda. Aciz vəziyyətimizdə kömək eləyir. Yaxşı insan olduğumuz üçün, iti pəncələrimiz olmadığı üçün bizi cənnətə müjdələyir. Bizə işgəncə verən, əzab verən cəhənnəmə göndərir. Belə bir tanrı ilə maraqlanmır zaten. Personası olan, şəxsiyyəti olan bir tanrı lazımdır bizə. Başqa tanrı, yəni onda tanrı üçün inanmasaydıq, yox, tanrıya özümüz üçün inanmasaydıq, tanrıya tanrı üçün inansaydıq, biz o zaman tanrısına gedərdik, başqa tanrıya gedərdik. Bəlkə onlar vardılar həqiqətən. Bəlkə sənin ağlının ala bilmədiyi bir tanrı var orada. Niyə ona pərəstiş eləmirsən, bana aparmısan? Faydası yoxdur, bilirsən. Faydası yoxdur tanrının sənə. Sənə faydası olan sənin harayını satan tanrı lazımdırsa, sənin kimi. Tanrını da sən antropomorfikləşdirirsən, özün kimi yarat, təxəyyül etməyə çalışırsan. İnsan bu acizliyi qarşısında özünə yararlı tanrı yaradır zaten. Özünə faydalı tanrı yaradır. Faydasız tanrıları isə kənara eləyir. Bu qədər 3000 dənə tanrı var. İstədiyiniz dilə pərəstiş elə. Amma 3000-dən illa gəlib birinə, ikisinə, birinə yapışırsan. Çünki onun sənə ən çox faydalı olduğuna inansan. Yəni və sonra da tanrı olmadan məna olarmı? Tanrı yoxdur deyək. Neynəmək olar? Burada ən yaxşı ehtimal burada realist olur. Cari vəziyyəti olduğu kimi qəbul edib praqmatik olmaqdır. Cari vəziyyəti qəbul elədin və sən indi xeyrinə, faydana nə lazımdır onu eləməlisən. Səni qabağa aparacaq nə lazımdır onu eləməlisən. Başqa yolun yoxdur. Geriyə özünü zəlil eləsən elə tanrı olmadığı üçün sənin də iş baxmayacaq, səndən iş ilgilənməyəcək, sənin iş əlini belə uzadıb səni oradan xilas eləməyəcək. İnsan özünə sadə eləməlidir. Yəni kainat qarşısında acizik. Oldu o zaman. Gələn mövzularda görüşənədək. Xudahafiz.